Deyir, bugün sizin övladınızın ayağına dayan daş, ya zamanında sizin atdığınız daşdı, ya da görüb götürmədiyiniz daşdı. Sən zamanında nəsə eləmirsən, bugün o sənin qabağına çıxır. Həyat bumerangdır. Bizim həyat sərkərdəmiz bunu bizə başa salır. İstəyir belə yaşayasınız. Mən bir dəfə biri mənə zəng vurdu. Rusiyada yaşadığım vaxtı idi. Mən bunu da deyirəm, qoy əzizlərimiz ibrətdir. Bu məsələlər danışılmalıdır. Zəng vurdu, mən düşdüm məhəlləmizdə bu adamla görüşdüm. Bunun maşınında oturduq, mən bunu tanımırdım. Bir bahalı maşınla da gəlmişdi. Danışırdı, mən də buna qulaq asdım. Dedi ki, mənim oğlum sözümə baxmır. Artıq mənim oğlum bir həddə gəlib çatıb. Mənim oğlum burada bundan borc alır. Mən bu borcu verirəm, gedir o birisindən alır, verirəm. Artıq bu şəhərdə olanlar hamısı bilirlər, hamısına demişəm, heç kim ona pul verməsin. İndi gedib başqa şəhərlərdən borc alır insanlara. Mən də abrımdan qorxuram, verirəm, falan eləyirəm. Danışır, adın dedi, danışa. Mən filan kəsəm, filan kəslər, ağsaqqalların adını çəkdi, onlar məni tanıyırlar. Dedim, mən də tanıdım sizi. O adını çəkəndən sonra mən tanıdım ki, mən bunu şifahi tanıyıram. Dedim ki, mənim evdə ev əhli mənə dedilər ki, ruhanilər belə adamlar üçün dua yazırlar, bu adam sağalır. Dedim ki, Hacı Farizdən böyük ruhani yoxdur ki, mən gedim Hacı Farizin yanına. İndi o fikri də əstəğfurullah yazımda. Mən gedəcəm, Hacı bir dənə dua yazacaq, mənim oğlum islah olacaq. Dedim, mən düz deyiblər, yaxşı gəlmirsən. Mən sizin oğlunuzun sağalmaq yolunu bilirəm. Elə düzəldi, üzün döndərdi mənim tərəfə ki, mən buna bir dua yazacağam, bunun oğlu islah olacaq. Dedim, amma o dua ilə olmur. Dedim, nə olsa eləyərəm. Dedim, o pulla olmur. Dua ilə olmur. Onu sən eləyə bilərsən, düz deyirsən. Dedi, necə? Dedim, mən burada cümə qılırdım, insanlar gəlirdilər cümüyə, işçilər gəlirdilər. Sizin əlinizin altında işləyən adamlar gəlirdilər. Mənə deyirdilər, Hacı, filan kəs bizi işlədir, bizim pulumuzu vermir. Bizim pulumuzu kəsir, vermir. Bizim də ailəmiz oradadır, biz pul göndəririk Azərbaycana ailəmiz üçün. Bəlkə siz ona deyəsiniz. Mən də sizinlə maraqlandım o vaxtı, məsləhət bilmədilər, mən sizə deyim. Dedilər, zaten eşitməyəcək, eləməyəcək, adətidir. O zaman ki, onları incidirdin, pullarını kəsirdin, vermirdin, gətirib övladıva yedizdirirdin, onu da bilməliydin, sənin övladın sənin üçün Əzrail yetişir burada. O sənin başına oyun açacaq. Mən bunun yolunu bilirəm. İndi sən nə qədər adamın haqqını kəsmirsən, bu neçə ildə. Adamların hamısını tap onlarla halallaş. Sən onlarla halallaşandan sonra sən oğlun islah olacaq. Çünki bu dua ilə olan məsələ deyil. Burada qul haqqı var, haqqun nas var. İnsanların haqqını tapdamaq olmaz. İnsanların haqqını yemək olmaz. O bir növ gələcək çıxacaq sənin qarşıva. Gör bizim həyat sərkərdəmiz Əli ibn Əbi Talib əleyhissalam necə gözəl bir cümlədə bütün bu hadisəni buyurur. Buyurur ki, bugün sənin övladının ayağına dayan daş, ya zamanında sənin atdığın daşdır, ya da görüb götürmədiyin daşdır. Allah bizi Əli ibn Əbi Talibdən ayırmasın. Allah bizi Əlidən